Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti müşahidə edilir. Fəsil üçün xarakterik olmayan bu vəziyyət xüsusilə sürücülərin işini müşkülə çevirib. İndi əvvəlki günlərlə müqayisədə daha diqqətli olmaları lazımdır. Elə buna görə də Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edib. Onlara magistral yollarda sürət həddini hava şəraitinə uyğun seçmələri tövsiyə edilir. Sürücülərlə yanaşı piyadalardan da diqqətli olmaları, piyada keçidlərindən istifadə etmələri xahiş olunur. Belə hava şəraitində xoşagəlməz hallarla qarşılaşmaması üçün, yol nəqliyyat hadisələrinin baş verməməsi üçün hər bir sürücü daha da ehtiyatlı olmalıdır. Yol hərəkəti qaydalarına tam ciddi şəkildə riayət etməlidir. Ən əsası nəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyəti idarə etməlidir. Arama məsafəsini normadan artıq saxlamalıdır. Sürət həddini hava şəraitinə uyğun olaraq seçməlidir. Eləcə də yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər də daşıdıqları üçün qablaşdırılmasına xüsusi şəkildə ehtiyat etməlidirlər, diqqət yetirməlidirlər. Qoşqulu, uzun tetli avtomobillər də daşıdıqları üçün qablaşdırılmasına diqqət etməlidirlər və nəzərə almalıdırlar ki, hava şəraitinin yağışlı, küləkli olması, eləcə də asfalt örtüyünün yaş olması qəzaya gətirib çıxarda bilər. Qeyri-sabit hava şəraiti gəmiçilərin də işinə təsir göstərir. Dövlət Dəniz və Liman Agentliyinin gəmi hərəkətinin idarə edilməsi mərkəzinin mütəxəssisləri yarana biləcək hər hansı arzu olunmaz hadisənin qarşısını almaq məqsədi ilə gəmiçiləri xəbərdar edib. Xəzər dənizi akvatoriyasında şimal-qərb küləyinin aprelin 17-si gündüz saatlarına qədər davam edəcəyi ehtimal olunur. Həmin günlərdə küləyin sürətinin 18-23, arabir isə 25-30 metr saniyəyədək güclənəcəyi gözlənilir. Xəzər dəniz akvatoriyasında dalğanın hündürlüyü 3 metrdir. 4 limana giriş-çıxış bağlıdır və 30-a yaxın yerli və xarici bayraq altında üzən gəmilər lövbər sığınacaqlarına və dayanacaqlarına yerləşdirilib. Ümumiyyətlə, hazırda gəmilərin hərəkətini idarə etmə xidmətinin cavabdehlik ərazisində müvafiq texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir. Sinoptiklərin proqnozuna görə hələ qarşıdakı 2 gün ərzində fəsilə uyğun olmayan hava şəraiti davam edəcək. Bakı və Abşeron yarımadası ilə yanaşı bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunur. Xüsusilə dağlıq rayonlarda temperatur -3 dərəcəyə qədər düşüb və qar yağıb. İntensiv yağışlar əksər çaylarda sulluq səviyyəsinin artması ilə nəticələnib. 17 səhər saatlarından yağıntılar tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında 10-12 dərəcə isti olacaq. Bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 17 səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Fövqəladə Hallar Nazirliyi də əhaliyə çağırış edib. İntensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqınlardan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq. Bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Həmçinin güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq olmaq lazımdır. Elektrik dirəyi və naqillərin, hündür ağacların altında dayanmaq təhlükəli hesab edilir. Qasım Xuluflu, Rizvan Əkbərli, İTV Xəbər.